İntiqam. Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzangül elə bil birdən-birə gürultu, çaxnaşıq bir aləmdən dipsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gürultusundan daha müthiş göründü. Qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan cəmaatın çığır bağırtısı da daha eşidilmirdi. Bu nədir? Hamı qaçıbmı fikirləşdi. Tək tənha mı qalmışam bu cəhənnəmdə? Yenə cəmaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın. Yox, bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. Yoxsa ermənilər başlarının üstünü birdən-birə elə alıblar ki, hərəsi ağzını bir səmtə tutub qaçıb, əlləri heç yerə çatmayıb. Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilirdi ki, hərəsinin bir çətən uşağı var. Bu mərəkədə hamı öz başının hayında olub. Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası ilə sızıldadı ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Çünki bütün gecəni bir dəqiqə çimir vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqə bə dəqiqə gözləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaq. Zavallı körpə də sübhədək kiriməmişdi. 3 gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının sızıltısı isə ara vermirdi. Baldırının sallana qalmış ətini yerinə yapışdırıb üstündən bərk-bərk sarısa da ağrısı kəsmirdi. Qanı hələ də sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gəldi. Çanını dişinə tutaraq yenə pəncərəyə tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Aşağılarda qoşa çınar tərəfdəki bütün evlər alov içində idi. Uçuq daş divardan qalxan toz torpaq buludlara, yanğının tüstülərinə qarışaraq burula-burula onlara tərəf yayılırdı. Birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzangül yaxınlıqda erməni danışıqlarını aydın ayırd edə bildi. Bundan dəhşətə gəldi. Aman Allah, ermənilər kəndə giriblər. Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşiyindən qaldırıb sinəsinə bastı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Xəzangülün ürəyi sanki sinəsindən qopub boğazında çırpınırdı. Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. 2 nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomatı düz Xəzangülə tərəf tuşladılar. Uzandığı yerdə sanki daşa dönmüş Xəzangülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmirdi. Yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaq da asılmışdı. Yoldaşını dümsüklədi. Sarkis dayı, bunu deyəsən bizə qənimət qoyub gediblər axı. Bunu deyərək Xəzangülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzangülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi. Belədir, demək buna görə qaçmamısan. O Xəzangülü süzəndə Xəzangül gücbala ilə əyilib yorğanın sinəsindəki yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir istehza duyuldu. Sonra avtomatlarını çiyinlərindən çıxarıb otağın künc bucağını axtarmağa başladılar. Hər yeri eşib döktülər. Yoldaşının Sarkis çağırdığı yaşlı erməni dedi. Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harda gizlədib. Cavan erməni yenə Xəzangülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu. Axçı, de görüm qızıllarınızı harda gizlətmisən? Gözləri hələ də bərələ qalmış Xəzangüldən səs çıxmadı, dinə bilmirdi. Sözlər elə bil boğazında ilişib qalmışdı. Hə, dinsənə, cavab ver. Xəzangül nəhayət səsi boğazında tıxana-tıxana dedi. Bizim qızılımız yoxdur. Yalan deyirsən, qızılların yerini də görürəm, sırğalarını da çıxarıb gizlətmisən. Bizim qızılımız yoxdur, Xəzangül yenə təkrar etdi. İnanmırsan, axtar bax. Yoldaşı soruşdu. Hə, nə deyir? Deyir ki, qızılımız yoxdur, özümüz axtarıb taparıq. Müsəlman ola qızıl olmaya, gəl bəri özümüz taparıq. Levon Xəzangüldən uzaqlaşanda onu hədələdi. Heç eybi yoxdur. Bunun əvəzində görsənin başına nə oyun açacam. Onlar yenə də otağa işləməyə başladılar. Bütün boğça bağlamalar açılıb evin içərisinə səpələndi. Əllərinə qiymətli bir şey keçməyəndə burunlarının altında ev sahibinin ünvanına söyüş yağdırdılar. Quldurların hündürdən danışmalarından körpə ağlamağa başladı. Anası onu hər vasitə ilə sakitləşdirməyə çalışırdı. Ermənilər otaqda bir şey tapmadıqda aynəbəndə çıxdılar. Birazdan sonra orada sındırılan qavqacaq səsindən körpə daha da vahimələnib səsini ucaltdı. Oradan cavan erməninin səsi eşidildi. Axçı, ayıt qızı, onun səsini kəsə bilmirsən? Bacarmırsansa bu saat gəlib bir güllə ilə susturaram. Bu sözlərdən sonra bütün otaq Xəzangülün başına hərləndi. Ona elə gəldi ki, quldur indicə içəri keçəcək, balasını qanına qəltan edəcəkdi. Əlləri əsə-əsə körpəsinin ağzını yumdu. Balası isə nəfəsi darıxdığından ayaqlarını çırparaq ağlamağında davam edirdi.
Bayırdakı yanğının isti nəfəsi içəri dolub onların nəfəsini tıxayırdı. Görünürdü ki, yanğın onlara lap yaxınlaşıb. Xəzəngül başa düşdü ki, yanan onlarla qapı bir qonşu olan Səfər kişinin 2 mərtəbəli mülküdür. Görünür ki, fikirləşdi, bizi də ev qarışıq yandırmaq niyyətindədirlər. Ancaq bununla belə özünə təskinlik verirdi ki, ermənilər tezdən çıxıb getsələr, birtəhər sürünüb körpəsi ilə birlikdə eşiyə çıxa bilər. Quldurlar Aydabəndi axtarandan sonra təkrar otağa qayıtdılar. Otağı yenə ələk-vələk elədilər. Bir yer qalmadı ki, burunlarını soxmamış olsunlar. Birdən gözləri üstünə köhnə palaz parçası salınmış oturacağa sataşdı. Bu əslində köhnə bir sandıqdır. Əri Cahangir Gədəbəyə vuruşmağa getməmişdən qabaq ondan oturacaq kimi istifadə edirdi. Belə baxanda heç kəs deməzdi ki, köhnə palaz parçasının altında kətil deyil, sandıqdır. Xəzəngül bütün paltarını onun içində saxlayırdı. Orada elə paltar vardı ki, heç qatı açılmamışdı. Bir dəfə də olsun əyninə geyinməmişdi. Yaşlı erməni oturacaqdan şübhələnib yaxınlaşdı. Köhnə palaz parçasını çəkib yerə saldı. Onun altındakı sandığı görüb sevincək qapağını qaldırdı. Sandığın içindəkilər görəndə gözləri bərələ qaldı. Levon, buraya gəl. Xəzinə tapmışam. Sandıqdakı paltarı birlikdə çıxarıb otağın içərisinə səpələdilər. Cavan erməni üzünü Xəzəngülə tərəf çevirib dedi: "Ay it qızı, belə paltarı olanın qızılı olmaz. Sənin dərini soyacağam. Qızılların yerini deməsən." Yaşlı erməni dinmədən tələsik yerə səpələnmiş paltarı Xəzəngülün qatı açılmamış donlarını, baş aylıqlarını kisəyə doldurdu. Bayırda maşın səsi eşidilən kimi kisəni dalına atıb çıxdı. Cavan erməni isə hələ də axtarırdı. Avtomatının qundağı ilə divarları, döşəmənin taxtalarını döyəcləyirdi. Sonra yaxınlaşıb Xəzəngülün baş üstündə ağac kimi bitdi. Xəzəngül yorğanı biraz da yuxarı çəkib sinəsini örtdü. Cavan erməni əlini atıb yorğanı güclə onun sinəsindən aşağı çəkdi. Sonra yanındakı körbəni qaldırıb onun ayaqları altına atdı. Xəzəngüldən acı bir fəryad qopdu. Bayırdakı erməni cəld içəri girdi. "Levon, neynirsən?" soruşdu. "Heç, sən işində ol, mən onun dilini açacağam." Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları, Xəzəngülün heç geymədiyi 2 cüt ayaqqabını və başqa xırım-xırda şeyləri də kisəyə doldurub çıxdı. Xəzəngülün ayaqları altına atılmış körpənin rəngi çığırmaqdan göm-göy olmuşdu. Ana əyilib onu qaldırmağa cəhd etsə də bacarmadı. Levon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdisə daha uca səslə bağırdı. "Qızılların yerini deyəcəksən ya yox? Dedim ki, bizim qızılımız yoxdur. Yalan deyirsən." "Allah haqqı düz sözümdür. İndi deyərsən." O kəmərinə bağladığı bıçağını çıxarıb yorğanın üstünə atdı. "Öldür körpəni öz əlinlə. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Boğazını üzməlisən." Xəzəngül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan artıq səsi xırıldayan körpəsini görməsəydi, ona elə gələrdi ki, yuxu görür. "Yox, yox, insan övladı bu sözləri dilinə gətirə bilməz. Bu ancaq heyvan bağırtısıdır. O cəhənnəmdə idi. Ona əmr eləyənsə Əzrail idi. Aman Allah, kaş onun özünü öldürəydi. Körpəsinin qətlini gözləri ilə göyməyəydi." Kin, qəzəblə dolu quldur gözləri ilə mərhəmət diləyən, kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zillənmişdi. Biri qana hərisdi, o biri isə məsum bir körpənin keşiyində durmuşdu. Bunun sonu necə olacaqdı? Araya çökən sükut erməninin səbrini tükəndirdi. Avtomatın qundağı ilə körpəni vurub bağırdı. "Deyəcəksən ya yox?" Xəzəngül var gücü ilə qışqırdı. Erməninin üzünə tüpürdü. "Alçaq" dedi. Erməni tövrünü pozmadan üzünü sildi. "Gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit dura biləcəksən. Götür bıçağı." Xəzəngül onun niyyətini əvvəlcədən başa düşmüşdü. Körpəsini öz əli ilə ona öldürtmək istəyirdi. Buna görə ona yalvarmadı. Qürurunu pozmadı. Bıçağını əlinə alıb öz hökmünü verdi. "Körpəni mənə ver. Mən əylə bilmirəm." Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb diqqətlə ona baxdı. "Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə dünyaya gətirmişəm, eləcə də öldürəcəyəm." Levon uşağı götürmək üçün Xəzəngülün ayaqlarına tərəf dartılarkən, Xəzəngülün qarşısında qəribə bir mənzərə açıldı. Erməninin kürəyi Xəzəngülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydandı. Ürəyində Allaha köməyi səslədi və bir an belə itirmədən bıçağı elə bil hardansa qüvvət almış əli ilə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü. Sonra bıçağı kürəyindən çıxarmağa çox cəhd etdisə, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzəngül donub qalmışdı. İnana bilmirdi ki, bu işi o tutub. Belə bir gücü o hardan ala bildi? Birazdan yaşlı erməni yüyürə-yüyürə içəri girdi. "Levon, nə olub?" soruşdu. Levonun kürəyinə sancılmış bıçaqla üzü üstə düşdüyünü görüb bir anlığa özünü itirdi. Yoldaşına kömək eləyib kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə bayıra yüyürdü.
Xəzangül isə daş heykəl kimi donub qalmışdı. Heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu nişan alıb atəş açdı. Bundan sonra araya sükut çöktü. Yaşlı erməni Levonun yanına yüyürdü. Xəncəri onun kürəyindən çıxardı. Bütün üst başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa ondan cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzangül belə eşitmədi. Əsərin mövzusu Qarabağ müharibəsi, erməni vəhşiliyi idi. İdeyası erməni vəhşiliyinin ifşası, Azərbaycanlı qadının, ananın mərdliyi. Əsərin janrı hekayə. Hadisələrin baş verdiyi məkan, yer Qarabağın işğal olunmuş kəndlərindən biri. Surətlər Xəzangül, Sarkis, Levon. Bədii təsvir və ifadə vasitələri. Təşbeh, bədii sual, inversiya, mübaliğə, anafora. Qarabağ müharibəsinə həsr olunan digər əsərlər. Səmədlinin Qanlı Bənövşəsi, Abbaszadənin Barıti əsərləri.